Əl eləyin. Müğənni Xuraman Şala ailəsi ilə birgə Şuşaya yollanıb. Bugün TV xəbər verir ki, o rejissor həyat yoldaşı Elçin Məmmədov və övladları ilə birgə lentalığı görüntüləri izləyicilərlə bölüşüb. İfaçı övladlarına uşaqlığının keçdiyi məkanları göstərib. Amaliya Söhbət qızı bugün TV. Onun yanındaydı. Yəni mən onları zastavlət edirdim, o boyda yol mənə aparırdılar məktəbə. Amma orada Tolka Ruski sektoru idi. Onlar Rus sektorunda oxuyurdular. Xacə ilə İlham Rus sektoru, mən Azərbaycan sektoru oxumuşam. Bu da Qarabağ qəstincası. Yerində Anagilin evi olur. Ata mənim haqqımda film çəkib də, baxarsınız. Mənim haqqımda buradan gəlirəm, deyirəm ki 17 məhlədən biri, bax, Mamay məhləsidir. Orada nə yazılır biraz ha? Buradan da aşağı düşürük bizim məktəbdə. Get Elçin. İcazə versən yoxdur çəkməyə. Gitmiştim ama ona niye girmiştim buraya? Nə bilim Allah bilir. Bayının yanına girmişti de. Terör çəkənə gelmiştim. Anam məktəbi, gönlə boyda məktəbdə Girmiştim, oxumuşam. sınıflara gelmişim. İndi uşaqlar, mən hər gün, evimiz aşağıdadır. O aşağıdan məni İlham dayınız, Xəccə xalanız məktəbə gətirirdi. Ən çox İlham dayı gətirirdi. İndi gedirik bizim evimiz tərəfə. Bizim üçün uzun idi bu yol. Burada olurduq biz. Bu da bizim meçidimizdir. Mamay məhəlləsinin meçidi. Ha? Aşağıdakı meçidə gedərik. Bura isə bizim evimizin həyətidir, anan qurban. Bu da bizim bulağımızdır. Mamay bulağı. Ana buradan su gətirirdi evlərinə. Qurban olsun ana. Baxırsın, evdə oxuyurdum. Oradan gəlirdim, bu kilsənin içinə girirdim. Amma qorxurdum o vaxtda da belə. İndi Bemotludur için, ha? Araba orada içeride. Aşağıda da məktəbimizdir, Girişdə, 4 nömrəli məktəb. Elhamdülillah.